Yəni ki, insan özünü sevmirsə, qarşı tərəfə duyduğu güclü istəyi əslində asılılıq olduğunu belə anlamaq. Yəni sən özünü sevirsənsə, qarşı tərəfin səni sevməyinə aludə olmazsan. Sadəcə onun sənə verəcəyi sevgini qəbul edirsən və özünü sevilməyə layiq bildiyinə görə. Amma sən özün bir yerdə o sevgi özünə layiq görmürsənsə və o sevginin asılısına çevrilirsənsə, sən də onu sevirsən demək deyil. Sən özünü sevmirsən, sənin sevilməyə ehtiyacın var və bir yerdə həmin o insandan sevgi dilənirsən və bunu da qəbullana bilmirsənmi, yoxsa doğrudan da anlamırsanmı, nədirsə, onu da mən qarşı tərəfi sevirəm kimi özünə tərcümə eləməyə çalışırsan, amma sevgi deyil o. Və qarşı tərəfində qurban proqramı var. Qarşı tərəfdə bir yerdə ola bilər ki, kimlərinsə məişətini yerinə götürməyə, üstünə götürməyə çalışır. Çox güman ki, o da böyük uşaqlığında öz valideynlərini qorumağa çalışan bir uşaq olub. Yəni bir yerdə hər şey güzgüdür. Yəni bir-birimizin rolunu doğru şəkildə olmasa da travmatik şəkildə belə əvəz eləyirik. Bu nöqteyi nəzərdən baxanda əslində həmin o fikirlə razılaşa bilənlər də olacaq.